Salam əziz qonaqlar. Biz bugün quzu pörtməsi hazırlayacağıq. 1 kilogram quzu əti, 2 baş soğan, duz, kəklik otu, su əlavə edib qazın üstə qoyacağıq. Gəlin hazırlamaya başlayaq. 1 kilogram quzu ətini qoyuruq qazana. Buraya hələlik dabaqqa eləyirik duz. Bir baş soğan. Ət bərabəri suyunu tökürük. Qoyuruq qazın üstə. Bugün hava yağınlıq olduğundan çöldə ocaq qalamaq mümkündür. Ocaqda pişəndə lap ləzzətli olur. Bizim ətimiz təxmini bir 10 dəqiqə, 12 dəqiqə, 15 dəqiqə qaynadı, kətini aldıq. İndi yenidən onu süzüb, yenidən qoyacaq, qazın üstə qaynayacaq, pişəcək, hazır olacaq. İndi biz qazanımızı düşürdük qazın üstə. Onu töküb başqa bir qaba ətimizi süzəcəyik. Onu təmiz göl kimi yuyub ətimizi süzəcəyik. İndi ətimizi təmiz süzüb gül kimi. Tikələri çıxarıb qazana qoyub, suyunu da süzüb, üstdən töküb, üstdən soğan vurub, qoyacaq, qazda qaynayacaq, pişəcək. Soğanımızı xırda-xırda doğradıq. Ətin üstünə əlavə edib qoyacaq qaza. Qazda qaynayıb, pişənə yaxın kək otusunu vuracaq. İndi biz ətimizi qoyduq qazın üstə. Qaynara düşəndə tixi xodla onu pünhan asta pişməyə qoyacaq. Biz sarımsağın qabığını təmizləyib, onu xırda-xırda doğrayıb, süzmə qatıqdan sarımsaq düzəldəcəyik. Pörtməni yemək üçün ləzzətli olsun deyə sarımsaq əlavə edəcəyik. Üzlü qatıqdan da olar, ancaq ən yaxşı olur süzmə qatıqdan. Sarımsağı doğradıq. Tuzunu da əlavə edək. Qatığını əlavə edək. Havası yoxdur deyini qatıq donur. Qatığı sarımsaqla, duzla qarışdırıb, üstünə su əlavə edəcəyik. Suyunu da əlavə etdik. Allah qoysa gələn videolarımızda da quzu ətindən yaxşı kabab çəkib nümayiş etdirəcəyik. Sarımsağımız çox qəşəng çıxdı, quzu ətimiz də pişir. Hardasa 1 saatdan sonra yeyəcəyik. Demək olar ki, yeməyimiz hazırdır. İndi bunun kək otusunu əlavə edib, bir 5 dəqiqədə qaynadıb, sonra başlayacağıq yeməyə. Yaxşı ləzzətli pörtmə çıxır. Görün ki, bu quzu ceyran çorbası.